Əziz anam, sənin üçün necə də darıxmışam. Mən bu məktubu artıq ürəyimdə dərin fəxr, sevinç və qürur hissi ilə yazıram. 1-ci Qarabağ müharibəsinin acı izləri uzun illər ürəklərimizdə qalmışdı. Məcburi köçkünlük ağrısı, həsrət sənin baxışlarına da hiss salmışdı. Sənin səsini, nəfəsini, dualarını illərlə içimdə daşıdım. İstədilər adımı da, dilimi də unudum. Hətta onlara bənzəyəm. Amma bilmədilər ki, ana qoxusu bir ömrə bəs edər. Mən səni unuda bilmədim, ana. Məni zorla səndən ayırdılar. Onlar düşünürdülər ki, bu ayrılıq sonsuz olacaq. Deyirdilər ki, artıq səni axtaran yoxdur. Amma unutmadın. Çünki ana öz balasını heç vaxt unutmaz. Hər gecə dua kimi sənin adını pıçıldadım. Mən qaranlıqlarda yandım, ana. Amma içimdə bir işıq vardı. Sənin işığın. Göz yaşlarımla torpağıma vəfa yazdım. Çox qorxdum. Yalnız idim, amma ümidsiz olmadım. Sənin nəğmələrin buradakı dağlarda, çiçəklərdə, yağış damlalarında əsir idi. Və bir gün sənin mərd oğulların, cəsur qızların ayağa qalxdı. 44 gün boyunca göydə dualar uçuşdu. Yerdə bayraqlar dalğalandı. Səssizliyim silahların səsi ilə pozuldu. Ruhumun susqunluğunu əsgər addımlar oyatdı. O igidlər ki, canları ilə tarix yazdılar. Murov dağdan mənə qədər qaya kimi dayandılar. Sənin oğlun, Ali Başkomandan İlham Əliyev sənin adını, mənim adımı, bu millətin namusunu zirvəyə daşıdı. Onun Qarabağ Azərbaycandır kəlməsi mənim azadlıq manifestim oldu. Sənin nəğmələrin yenidən cıdır düzümdə səslənir. Ana, göz yaşlarını sil artıq. Mən artıq sənin qoynundayam. Təmiz, azad və yenidən doğulmuş kimi. Məni sənə qovuşduranlara min təşəkkür. Canından keçənlərə əbədi minnətdarlıq. Əskərlərimizə, şəhidlərimizə, qazilərə səcdə. İndi biz bir yerdəyik. İndi sən başını dik tutursan, mən də dik dururam. Çünki mən sənin qızınam. Azad Şuşayam. Mən qayıtdım, ana. Mən sənin qürurun, sənin övladın Şuşa olaraq qayıtdım, ana. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.